Azərbaycan Milli Elmlər Akademiyasında 18 oktyabr Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü və 29 oktyabr Türkiyə Respublikasının Cümhuriyyət gününə həsr olunmuş Azərbaycan və Türkiyə tarixi əlaqələr yeni qlobal çağırışlar mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Qılıc, Millət vəkili Filologiya Elmlər doktoru professor Jalə Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra görkəmli şəxsləri iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycanın və Türkiyənin elm, siyasət və ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər. Konfransda iki qardaş ölkə arasında tarixi münasibətlərin inkişafı, strateji tərəfdaşlıq, regional təhlükəsizlik və yeni qlobal çağırışlar kontekstində əməkdaşlığın perspektivləri müzakirə olunub. Bugünkü konfransımız Azərbaycan-Türkiyə dostluq münasibətlərinin, qardaşlıq münasibətlərinə həsr olunmuş konfransdır. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin və Türkiyə səfirliyinin, həmçinin də beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən bir konfransdır, tədbirdir. Onu qeyd edə bilərik ki, biz hər zaman Türk dünyası ilə bərabər çalışırıq, Türk dövlətləri təşkilatı ilə bərabər çalışırıq və bugün bizim bu konfransların təşkil etməkdə məqsədimiz ondan ibarətdir ki, kökümüzü, mədəni irsimizi, soy kökümüzü bir-birinə daha da yaxınlaşdıraq, bir-birimizdən uzaqlaşmayaq, elmimizlə bütün dünyaya inteqrasiya eləyək, qarşılıqlı vəhdətli proqramların təşkilini hazırlayaq, həmçinin də alimlər arasında, tələbələr arasında, gənclər arasında elmi mübadiləni, elmi inkişafı, elmi tərəqqini öz yoluna qoymaq və bizim arxiv sənədlərimizi Türk dünyası dövlətlərində məxsus olan arxivlərimizdə tələbələrin, alimlərin çalışmasını təmin etmək və bir sözlə gələcəyimizi daha böyük, daha parlaq bir şəkildə inkişaf etdirmək üçün bu əlaqələri biz geniş şəkildə inkişaf etdirməyə çalışırıq və məqsədimiz də ondan ibarətdir ki, çox hörmətli Cumhurbaşqanlarımızın apardığı siyasətə öz elmimizlə, öz gücümüzlə dəstək olaq və biz də bu sahədə onların apardığı siyasəti davam etdirək. Bir sözlə Türk dünyasının aləmə işıq saçmasını, necə söyləyərlər, Türkün ayağı dəydiyi hər bir yer hər zaman çiçək atır, inkişaf edir şüarını əlimizdə bir məqsəd tutaraq biz bu yola çıxaraq və bu yolu davam etdiririk. Günel Fərzəliyeva, Rəsul İsayev, Səs TV xəbər.